Mən nə qələt elədim mindim buna qardaş. Oğlan yıkıldım mı? Baxın. Qəşəng. Müəllim, çox oldu. Çox oldu. Yüksəklik fobiyası olan mən bugün dünyanın ən hündür atraksiyonlarından birinin yerləşdiyi Kanada Wonderland'a gəlmişəm. Görək başımıza nələr gəlir. Bir milyon verseler minmərəm ona. Aa yok rədd ol buradan. Rədd ol buradan. Atırlar atırlar. Hara getdi onlar. Salam əziz dostlar. Çox uzun çəkir. Köpə bası ki, Gəlir. hündürlükdən qorxur. Minmədi, qalmıyor. Çək. Nə var burada? Minməyəcəm. Orada sən deyim, az yaşlılar da var yəni. Tanırsan mı bu? Heç nə olmaz, mən buna minmək istəyirəm. Ne oldu? Bəs minmişdim buna. Ay da bu niyə belə yuxarı qalxdı? Sən öyle deyirəm, heç bir şey yoxdur bunun. Telefonu düşəcək. Heç bir ha, yəni sıfır da, sıfır. Hələ ortadayıq ha. Heç nə yoxdur qardaş. Prosta mənzərəyə baxırsan. Elə bir 20-ci mərtəbədəsən. Çəksən. Danışdırma məni, xahiş edirəm. Heç nə yoxdur. Heç nə. Aşağı bax. Elə çatma. Elə bir şeyə baxırsan da şəkilə baxırsan, videoya baxırsan, elə fikirləş. Mən nə qələt elədim mindim buna qardaş. Mən nə qələt elədim mindim buna. Mən nə qələt elədim. Düş, xahiş edirəm, düş.